Bu ülke demek abituriyentler için ben diyeyim ki kifayet kadar imkanlar var. Artık Nazırlar Kabineti e, ali mekteplere verilen yerlerin sayını destekleyiptir ve bize verilen senetlerde icra için verilen senetlerde gösterir ki biz mülki ali mekteplere biz bu yıl mülki ali mekteplere biz bu yıl 60.000 489 nefer qəbul eləyəcəyik. Və bu keçən ilki demək verilən plan yerlərindən çoxdur. 1300 yer demək 2% təxminən çoxalıbdır. Eyni zamanda da dövlət sifarişli yerlərin sayı çoxalıbdır. O da təxminən 2% çoxalıbdır və dövlət sifarişli yerlərin demək sayı isə 568 yer artıbdır dövlət sifarişli yerlər. Biz bilirik ki, əsas müsabiqə vəziyyəti elə dövlət sifarişli yerlərə görə yaranır. Tam orta təhsil bazasında, o birillik bazasında orta ixtisas məktəblərə və bu planı da dəstəklənib bizə verilibdir və keçən illə müqayisədə 28% artıbdır. Arkın belədir ki, bu il demək kolleclərə biz 15.874 nəfər qəbul edəcəyik. Amma ümumi orta təhsil bazasından 9 illikdən demək verilən yerlərin sayı azalıbdır. O da 25% azalıbdır. Keçən il biz 10.000 nəfər 10.930 nəfər qəbul etmişiksə, bu il demək 8.144 nəfər qəbul olunacaqdır.